Yaxın oturun hər kəs. Bir məsələni sizlə müzakirə edək dostlar. Sizin də cavablarınız, fikirləriniz maraqlıdır. Deməli, bu məsələ də biz danışmışıq, amma yenə də hər dəfə mən bunu hər kəs üçün vurğulayıram. Diqqətli olun və diqqətlə qulaq asın. Paytaxt sakininin başına gələn, əsasən qadınların. Deməli, oxuyuram mən bunu sizə. Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək TikTokda tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əksəriyyətlə barələrində rusvedici məlumat və fotoşəkilləri paylaşacağını bildirib. Binəqədi rayon polis idarəsinin keçirdiyi tədbirlər sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs 19 yaşlı Müqdət Nəhmədov saxlanılıb. 19 yaşlı təsəvvür edin. Araşdırma zamanı məlum olub ki, Nəhmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə həmin qadınlarla əlaqə saxlayaraq şəkillərin silinməsi müqabilində pul tələb edib. Faktla bağlı araşdırma aparılıb və həmin şəxs saxlanılıb. Ümumiyyətlə bu cür şərəfsiz, ləyaqətsiz insanlardan hər kəs uzaq olmalı. Hər kəs uzaq olmalı. Bu cür ləyaqətsiz, tərbiyəsiz, mədəniyyətsiz, şərəfsiz insanlardan, yaşından, cinsindən asılı olmayaraq uzaq durmaq lazımdır. Və istəyir bəylər, istəyir xanımlar olsun, belə halda diqqətli olun. Mən başa düşürəm, amma diqqətli olun.